Rinoplastika əməliyyatında əməliyyatına hazırlıq çox vacibdir. Yəni biz əməliyyat öncəsi mütləq pasiyentlə görüşürük. Onun necə bir burun istədiyini mütləq bilməliyik. Çox belə deyək ki, əksər hallarda pasiyentlər hazır burun şəkilləri ilə gəlirlər. Əllərində hansısa məşğulların və yaxud hansısa tanışların burun şəkillərini gətirib belə bir burun istədiklərini bizə bildirirlər. Biz pasiyentlərin istəklərini həmişə qarşılamağa hazırıq və ona özümüzü hazırlayırıq. Amma bizim də cərrahın da öz fikirləri olur. Məsələn, əlində hansısa bir məşhurun şəkili var. Pasiyentin istədiyi burun o formada ola bilər. Amma hər bir pasiyentin gəlin baxa, üz cizgiləri, qaşları, gözləri, yanaqları ona uyğundurmu? O məşhurun üz cizgilərinə uyğundurmu? Onda olacaq bir burun, onun burnu bu pasiyentin üzünə yaraşarmı? Yəni onunla bir tamlıq təşkil edərmi? Bu mütləq analiz olunmalıdır və dəfələrcə bu problem araşdırılmalıdır. Ona görə əməliyyat öncəsi mütləq pasiyentin istəkləri, həkimin ona verə biləcəkləri və cərrahiyyənin imkanları nəzərə alınmalıdır. Əgər bu üç şey tam ortada varsa, eyni zamanda pasiyentin dərisi və burunda olan strukturlar, belə deyək, əvvəllər əməliyyat olunmamışsa, qığırdaqları, buna cərrahiyyənin imkanları buna imkan verirsə, o zaman dərinin forması da nəzərə alınmalıdır. Bəzən pasiyentin istəkləri dərinin qalınlığından və yaxud nazikliyindən asılı olaraq mümkün olmaya bilər. Və yekun olaraq pasiyentin istəyini biz hətta xüsusi kompüter proqramları vasitəsilə, Photoshop vasitəsilə də işləyib hazırlayırıq. Mümkün ola biləcək burun formasını ona təqdim edirik. Onu məmnun edirsə, onun istəklərini biz qarşılaya biliriksə, cərrahiyyənin imkanları buna imkan verirsə, o zaman artıq biz növbəti mərhələyə, yəni əməliyyat önü hazırlıq mərhələsinə hazırlaşırıq. Bu ondan ibarətdir ki, pasiyent əməliyyat önü hazırlıq prosesində mütləq anestezoloqla görüşür. Qan analizlərindən, infeksiyalardan, kardioloji müayinələrdən, rentgen müayinəsindən keçir. Bütün müayinələrin nəticəsində orqanizmin sağlamlığı da bizi qane edirsə, artıq biz əməliyyat qərarı vermiş oluruq.